Spirtli içkini fikirləşib sərxoş olmaq haqqında düşünmüsünüz heç? Bəli, insan beyni o qədər qüdrətlidir ki, heç içmədən də tekilanı fikirləşib dəm ola bilər məsələn. Maraqlı xəbərdir, baxaq. Alkoqolün yalnız fiziki deyil, psixoloji təsirləri də diqqət mərkəzindədir. Yeni araşdırmaya görə insanlar müəyyən içkilər haqqında sadəcə düşünərkən belə fərqli emosiyalar və davranış modellərinə köklənir. Tədqiqat Young Consumers jurnalında dərc olunub. Alimlər 429 nəfərin iştirakı ilə aparılan 4 mərhələli araşdırmada iştirakçıların müxtəlif içkilərlə bağlı fikirlərini öyrəniblər. Nəticələr göstərib ki, tekila, əyləncə və parti, viski, kişilik və güc, şərab isə zəriflik və elitlik hissləri ilə əlaqələndirilir. Eksperiment zamanı iştirakçılar yalnız bu içkilər barədə düşünərək öz hisslərini qiymətləndiriblər. Yəni alkoqol qəbul edilməyib. Bu da göstərir ki, təsirlər birbaşa içkidən yox, sosial və mədəni təsəvvürlərdən qaynaqlanır. Mütəxəssislər bildirir ki, bu cür öyrənilmiş assosiasiyalar insanların seçimlərinə, davranışına və gözləntilərinə təsir edə bilər. Bu nəticələr xüsusilə gənclər arasında alkoqolla bağlı vərdişlərin necə formalaşdığını anlamaq baxımından əhəmiyyətlidir.